Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve ala alihi tahirin. Ve la'netu ala a'daihim ecma'ina minel ana ila yevmiddin amma ba'd. Şehru Ramazan ellezî unzile fihil Kur'an huden linnâsi ve beyinatin minel huda vel furqan. Allah Tebareke ve Teala mübarək Ramazan ayı münasibəti ilə ki, bizi Ramazan ayında öz süfrəsinə, rəhmət və məğfirət süfrəsinə dəvət eləyibdir. Allah Tebareke ve Teala bu ayı bizə mübarək eləsin inşallah. Qəlblərimizi, ruhumuzu, etiqadımızı, əqidəmizi Ramazan ayının fəzilətlərindən istifadəyə hazır eləsin. Ramazan ayında tutduğumuz oruc, etdiyimiz ibadətləri dərəcəyi qəbule yetirsin inşallah. Ramazan ayının adından gördüyümüz kimi Ramazan günahları yandırıb yaxan deməkdir. Allah Subhanahu və Teala bütün ümmətlərə, hətta İslamdan öncəki ümmətlərə də və onlara göndərilən dinlərdə də Ramazan ayında oruç tutmaqlığı vacib eləmişdi. O cürə ki, Qur'an-ı Kərimdə buyurur ki, Kutibə aleykumus siyam kəma kutibə aləl-ləzinə min qablikum. Oruc tutmaq sizə vacib oldu, necə ki sizdən öncəkilərə vacib olmuşdu. Nə üçün oruç tutmaq bizlərə vacib oldu? Çün insani dəyərlər, insani xislət, gözəl duyğular bir-birini məntiqlə, ülviyyətlə, mərifətlə hiss etməkli Ramazan ayında ağzı oruc, qəlbi pak, mədəsi boş, amma ruhu münəvvər olan insanlar üçün daha öndə, daha gözdə, daha yüksəkdə olan bir əməldir. İnsanlar bu ayda bir-birlərini daha gözəl başa düşərlər və insanlar Ramazan ayında oruç tutub ac qalmaqla, susuz qalmaqla digər insanların halını və istirablarını daha yaxından hiss etmələrindən ötəri Allah Təbarəkə və Teala və buna bənzər bir çox əməllərə görə Allah bizə Ramazan ayında oruç tutmaqlığı vacib eləyibdir. Və Ramazan ayında biz Allahın dəvətinə hə deməklə, Allahın dəvətini qəbul etməklə özümüzü, aqibətimizi, axirətimizi cəhənnəm atəşindən, cəhənnəm əzabından amanda saxlamış oluruq. Odur ki, Allah bizə bu ayın fəzilətindən, bu ayın ləyaqətindən, bu ayın kəramətindən istifadə etməkdə tövfiq-i ilahi inayət eləsin inşallah. Pərverdigar-ı aləm bu ayda tutduğumuz orucları, qıldığımız namazları bizdən qəbule yetirsin. Allah etiqadımızı, əqidəmizi, qəlbimizi, ruhumuzu bu ayın hörməti xatirinə saf və ülvi paklığa qərq eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.